Salam əziz tələbələr, hər vaxtınız xeyir. Mən Ləman Qarazadə. Bugün sizlə bu videoda ingilis dilində listening işləməyin yollarını öyrənəcəyik. Bildiyimiz kimi imtahanda, magistr qəbul imtahanında bizə 5 suallı bir listening təqdim olunur. Və bu 5 suallı listeningə biz imtahan başlayarkən başlayırıq. Bugün isə bu videoda suallara necə yanaşmaq lazımdır, tərcümələri necə eləmək, hardan baxmaq lazımdır, bunları öyrənəcəyik ki, düzgün strategiya nədir, biz bu sualları tez və asan şəkildə necə həll eləyə bilərik. Ümumiyyətlə, imtahan bilirsiniz ki, listeninglə başlayır və sizə imtahan başlayarkən 2 dəqiqə vaxt verilir ki, ümumi bütün suallarla tanış olasınız. 2 dəqiqədən sonra dinləmə mətni səsləndirilir və bir dəfə səslənmədən sonra yenidən 2 dəqiqə fasilə verilir. Həmin 2 dəqiqədə biz bu dəfə yazmadığımız suallara baxırıq və növbəti səslənmə başlayır. Növbəti səslənmə artıq sonuncudur. 2 dəfədən çox qulaq asma şansımız yoxdur və bundan sonra artıq biz keçməliyik digər partlara. Ümumi hardasa təxmini 10-15 dəqiqə vaxtımız var və bu 10-15 dəqiqədə listeningə qulaq asaraq necə işləmək lazımdır, bəzən eşitmədiyimiz hissələri necə cavablandırmaq lazımdır, gəlin onlara baxaq. Bugün sizə təqdim etdiyim bu listening DİM-in magistr toplusunda olan listeninglərdən biridir. Hansı ki 2024-cü ilin 2-ci şans qəbul imtahanında istifadə olunmuş bir dinləmədir və gəlin suallarla tanış olaq, görək ümumiyyətlə suallara necə baxmaq lazımdır. Mən həmişə tələbələrə bir metod deyirəm ki, sual işləməyin əsas yolu ona yarı-yarı baxmaqdır. Ümumiyyətlə, bəzən 2 dəqiqə fasilə zamanı sualların hamısına baxmaq istəyən tələbələr olur ki, 5 sualın hamısına baxmaq istəyir və yaxud da panikaya düşürük ki, hansına birinci baxaq, hamısını eşitmiş oluruq və yaxud da hamısı haqqında nələrsə məlumatımız olur, amma tam fokuslana bilmirik. Bunun üçün suallara yarı-yarı baxın. Asan suallara bir, çətin suallara bir baxsaq, təbii ki, bizim üçün sistemli olacaq və tez şəkildə cavablandıra biləcəyik. Bəs biz asan və çətin sualların hansı olduğunu necə ayırd eləyəcəyik? Gəlin indi mən sizə bunu göstərim. Asan və çətin suallar ümumiyyətlə buradakı sıralamada olmaya bilər imtahanda. Gördüyünüz sual tipləri 5 fərqli sual tipi var burada və imtahanda bu ardıcıllıqla olmaya bilər. Sadəcə sual tiplərini yadınızda saxlayın. Hansılar asandır, hansılar çətindir. İmtahanda da həmin suallardan başlasaq sizin üçün yaxşı nəticə verə bilər. Məsələn, sonuncu sual tipi. Gördüyünüz kimi sonuncu sualda nöqtələr qoyulub və cümlənin ardını tamamlamaq tələb olunur. Biz bu sualda heç bir tərcümə və heç bir xüsusi metod istifadə eləməyəcəyik. Sadəcə cümləni izləyib ardını variantlardan eşitmək lazımdır. Yəni bizim burada maksimum diqqətli olmağımız, fokuslanmağımız lazımdır ki, bu variantların hansınısa bu cümlənin ardınca deyəcək və biz bu variantı işarələyəcəyik. Deməli bu sual tipi asan sual tipidir, tərcümə tələb olunmur. Digər bir sual tipimiz isə ondan bir əvvəlki sualdır. Burada konkret bir sual soruşur və biz konkret bir yerə fokuslanırıq ki, məsələn, burada deyir ki, yeni təklif olunan evin bağı ilə bağlı hansı fikir doğrudur? Artıq mən mətninə qulaq asarkən bilirəm ki, orada yeni ev var, hansısa bir bağdan söhbət gedir və bu bağ hissəsində diqqətli olub bu variantlara baxacağam ki, görün bu variantlardan hansını orada deyirlər. İmtahanda 2 asan, 2 çətin və 1 orta tipli sual olur listeningdə. Bu 2 sual asan tipli sualdır deyə birinci yazarkən, yəni birinci dəfə qulaq asarkən bunları işləyib düz tapmaq olar. Digər sual tiplərinə keçək. Məsələn, 56-cı sual tipi, burada yəni birinci göstərilən sual tipi həm asan, həm də çətin, yəni orta səviyyəli hesab olunur. Çünki buradakı variantlardan birini mətndə olduğu kimi səsləndirəcək. Bizdən maksimum diqqət tələb edir ki, cümlənin hansınısa orada eşidib həmin variantı işarələyək. Məsələn, burada ola bilər ki, 2 yox, 3 demiş ola bilər. Burada bəzən adları dəyişik verə bilir. Məsələn, digər partnyorun adını digərinin fikrinə yönəldə bilir və s. Yəni biz fikir verməliyik ki, hansı variant olduğu kimi deyilir. Məsələn, burada bəlkə inkar yoxdur. Yəni, variantlardan biri olduğu kimi səslənməlidir. Digər 4 variant isə artıq yanlış olacaq. Buna əsas fikir veririk deyə, bu biraz diqqət tələb edir. Biraz da məntiqi mühakimə ilə tərcümə qabiliyyəti güclü olan tələbələr ümumi mətnə qulaq asdıqdan sonra məntiqi mühakimə yolu ilə də bu testi yaza bilərlər. 57-ci sual tipi çətin sual tipidir. Yəni digər bir sualımız 157 nömrəli sual çətin suallardandır. Niyə? Çünki biz ümumi mətni başa düşməliyik. 2 dəfə qulaq asandan sonra bunu yazmaq olur. Mətndən aydın olan ümumi ideyanı istəyə bilər. Mətndən aydın olan, dialoqdan aydın olan ümumi fikri soruşa bilər. Yəni bunun üçün biz gərək ümumi bir mətnin hamısına qulaq asaq. Hər 2 dəfə qulaq asdıqdan sonra artıq ümumi məlumatı alaq və bilək ki, söhbət nədən gedir, mətnin ideyası nədir, mətndə hansı fikir doğrudur, yanlışdır və s. 58-ci sual tipi də eynən
ilə həmçinin çətin suallardandır. Çünki burada da dialoqda hansı sualın cavabı olub-olmadığını danışır. O qədər diqqətlə qulaq asıb mətnə hakim olmalıyıq ki, bilək ki, bu variantlardan hansını mətndə deyir, hansının haqqında cavab var, suala cavab var, hansı haqqında isə ümumiyyətlə danışılmadı və bu suala cavab yoxdur. Və burada əsas bir də fikir verəcəyiniz məqamlardan biri odur ki, birinci sual sözlərini həmişə oxuyun. Məsələn, what və yaxud da how long, what time, who, why kimi tipli hissələrə önəm verin və görün sualın cavabında sizdən nə soruşur. Ola bilər bir hadisənin baş verməsi haqqında danışır, amma onun səbəbini, vaxtını, yerini və s. demir. Yəni biz o haqqda eşitmişiksə, o demək deyil ki, bu sualın cavabı mətndə var. Suala dəqiqliklə yanaşmaq istəyirsinizsə, ilk sual sözlərini həmişə diqqətlə oxuyun. Bu deməli suala baxmağın birinci əsas yoludur ki, suallara asan yolla baxmaq üçün birinci asanlarına, digər qulaq asdığımız zaman isə, yəni ikinci dəfə qulaq asanda isə çətin suallara baxmalıyıq. Çünki artıq birincidən məlumatımız olur. Bu dəfə çətin olan hissələrə fokuslanırıq ki, həmin hissələri dəqiqliklə tuta bilək. Birinci asanlara, sonra isə fasilə verilir. Yenidən digər suallara baxıb, ikinci dəfə qulaq asaraq bu sualları həll edə bilərik. İndi gəlin eyni qayda ilə biz bugün bu mətni işləyək və mən sizə göstərim ki, suallara bu cür işləyərkən həqiqətən də necə düzümüz çıxır. Bizim təsəvvür edin ki, imtahandayıq və 2 dəqiqə vaxtımız var. 2 dəqiqə ərzində biz birinci asan suallardan başlayıb tərcümə etməliyik. Ümumi tərcümədən başa düşməliyik ki, söhbət nədən gedir, mətndə əsas ideya nədir, yəni burada mövzu nə ilə əlaqədardır və həmin hissəyə qulaq asacağıq ki, bu 59 və 60-cı sualları həll edə bilək. Digər ikinci dəfə qulaq asdığımız zaman isə artıq yerdə qalan o çətin suallara fokuslanacağıq. İndi gəlin tərcümə edək. Əsas məsələ tərcümədir ki, həmin sualları yəni öz dilimizdə başa düşək, ən azından söhbətin nədən getdiyini bilək deyə tərcümə etməliyik. 59-cu sualda deyir ki, aşağıda verilən fikirlərdən biri, yeni təklif olunan evin bağı ilə bağlı fikirlərdən biri doğrudur, true. Yəni biz burada doğru fikirlərə yönəlməliyik. A variantında deyir ki, Harry yeni evin həmin bu bağla bağlı deyir ki, dekorasiyası ilə bağlı məsuliyyət daşıyacaq. B variantında deyir ki, o böyük, rahat və Susan üçün əlçatan idi, yəni daha yaxşı idi, komfortlu idi. C variantında deyir ki, bağ çoxlu egzotik və nadir bitkilərlə əhatələnib. D variantında deyir ki, qiymətin endirimli olması bağın daha çox əlçatan edir. Yəni qiymətin biraz aşağı olması bağı affordable eləyir ki, onlar alsınlar. Və Y variantında da the trees in the garden will make it looks beautiful. Aha, yayda bu ağaclar bağı daha yaxşı göstərəcək. Yəni onun görünüşünə daha yaxşı təsir eləyəcək. Deməli, burada hansısa bir evdən söhbət gedir, evin bağı var, ev almaqla bağlı nəsə təkliflər var və s. 60-cı suala baxırıq. Susan qərar verib ki, bu yeni təklif olunan evi alsın. Çünki səbəb nədirsə artıq biz bu səbəbi eşitməliyik. A variantı, onun bağında çoxlu qonaqlar qəbul etmək olar, yəni çoxlu qonaq tutur bu mənada. B variantında deyir ki, kənardan çox geniş görünür. C variantında deyir ki, onun avantajları, yəni üstünlükləri dezavantajlarından, yəni mənfilərindən daha çoxdur. D variantında deyir, 2 yataq otağı var qonaqlar üçün, yəni qonaqlara məsləhət görülə biləcək. Və Y variantında deyir ki, onun büdcəsindən 10.000 aşağıdır. Evin qiyməti onun büdcəsindən 10.000 aşağıdır. İndi bu variantları dəqiqliklə, diqqətlə qulaq asıb bu sualları yazmalıyıq. Biz burada indi bir dəfə qulaq asacağımıza görə gəlin digərlərində təkrar tərcümə eləyək və hamısına bir yerdə qulaq asaq. Qulaq asarkən də siz oradan deməli subtitle hissəsini açarsınız. Sizə tam aydın olsun deyə qulaq asarkən həm də aşağıdan yazıları görərsiniz və daha sonra suallara baxarsınız. Deməli, 56-cı sualda nə soruşur? Bu sual tipi dediyim kimi orta çətinlikdədir. Sadəcə burada yəni çoxlu fokus lazımdır ki, diqqət lazımdır ki, həmin hissəyə baxaq və səslənmə zamanı hansının olduğu kimi səsləndiyini görə bilək. B variantında deyir ki, hər 2 mümkün versiya təklif eləyir 4-cü yataq otağı üçün. B variantında deyir ki, Susan fikirləşir ki, yataq otağı ilə bağlı problemlər olacaq. C variantında, yəni problemlər ola bilər. C variantında deyir ki, Susan üstünlük verir evi almağa, hansı ki bundan əvvəl görüb. Yəni bu evi yox, bundan əvvəl gördüyü evi almağa üstünlük verir. D variantında deyir ki, Harry fikirləşir ki, Susan üçün yaxşı olacaq əgər evi almamışdan əvvəl 2 dəfə düşünsə. Bəzi variantlar həqiqətən çox məntiqsiz olur tərcümədə. Ona görə bəri başdan qulaq asmamış belə bu variantları çıxa bilirsiniz. Y variantında isə deyir ki, Susan fikirləşir ki, onun büdcəsi yəni yetməyəcək, bağı dekorasiya eləmək üçün yenidən kifayət eləməyəcək.
57-ci sual tipi, çətin sual tiplərindən. Mətndən aydın olan fikir. There are two large family bathroom. Deyir, iki geniş ailə bathroom, hamamı var yeni təklif olunan evdə. Sayılara diqqətlə baxın. Çünki burada yataq otağının sayı, hamam otağının sayı xüsusi vurğulanıb. Hər testdə var bu suallar. Deməli, sayılarla bağlı nəsə qarışıqlıq var. O hissəyə diqqətlə qulaq asmaq lazımdır. B variantında deyir ki, yeni təklif olunan ev çox kiçik və balaca bir mətbəxi var idi. Elegant və kiçik bir mətbəxi var idi. C variantında deyir ki, Susan hazırki yaşadığı evdə daha rahat konsentrasiya ola bilir də, yəni daha rahat fokuslana bilir öz işlərinə, təhsilinə, oxumağına və s. D variantında deyir ki, yeni təklif olunan ev inconvenient, uyğun deyil. Yəni onun o taxta döşəməsi uyğun deyil, komfortlu deyil. Və Y variantı, Susan deyir, razıdır bu yeni təklif olunan evin hamam otaqlarından. Keçirik 58-ci suala və burada nə soruşur? Hansı sualların cavabı var mətndə? Hansı haqqında danışır? Hansı haqqında dəqiqliklə məlumat var? A variantında qiyməti soruşur və what is a cost deyirsə, biz burada dəqiq rəqəm eşitməliyik. 5000, 10000, 100000 hər nədirsə qiyməti dəqiq eşitməliyik ki, almağa qərar verdiyi evin qiyməti nə qədər idi? B variantında hansı solutionlar, yəni həll yolları təklif eləyir Harry mətbəxlə bağlı? C variantında deyir ki, how long, nə qədər müddətdir ki, onlar Harry ilə birgə yeni ev axtarırlar. Burada da zaman məsələsi diqqətli olmalıyıq. 1 ay, 5 ay, yəni dəqiq cavab verilməlidir. D variantında deyir ki, Harry'nin narazılığı nəyinə bağlı idi? Yəni, what kind of disapproval? Necə bir narazılıq idi bu yeni evin bağı ilə bağlı? Nədən narazı idi? Və Y variantında da deyir ki, where is a previously visited house located? Yeni bundan əvvəl baxdıqları ev harda yerləşirdi? Previously əvvəlki deməkdir. Where sualının cavabı olmalıdır. Yəni harda yerləşdiyini bilməliyik. Burada location verməlidir dəqiq. Bütün sualları tərcümə elədiyimizə görə artıq qulaq asmağın vaxtıdır. İndi mən buradan listening sizin üçün səsləndirəcəm. Siz də qulaq asırsınız və bir yerdə sualların cavabını tapırıq. Susan, this is the last house that we see today. Well, what do you think about it? It's much bigger than I expected. It doesn't look so large from the outside. This is the lounge. You have a lot of space in here. I love these wooden floors. They're very convenient. There are 3 large bedrooms, and the 4th bedroom that you can use as a guest bedroom, or maybe a study. Would you like to have a study? I have a tiny study at home, but it's not easy to concentrate there. It would be quieter here. There is a large family bathroom, and 2 of the bedrooms have ensuite bathrooms too. Oh, that's much better. No more waiting for 20 minutes for our son to stop looking at himself in the mirror. Okay. Through here, we have the kitchen. The last kitchen we saw was more elegant and beautiful. Can we change it? Of course you can. Don't worry about the colors of the walls. You can change the color at the weekend. Yes, Harry, and this kitchen is definitely bigger than ours. Look at that garden. It's narrower than your current garden, but the trees are beautiful. That garden will be really special in summer. Now this house costs a little more than your budget, about $10,000 more. What do you think, Susan? I love it, Harry. It's cheaper than the last house we saw, and I like this one more. That's great news. Let's go to the office straight away. Okay, qulaq astıq və indi sualların cavablarına baxaq. Deməli, birinci sualda doğru cavab olacaq A variantı. Burada 4-cü yataq otağı ilə bağlı 2 mümkün təklif verir. Bəli, bu variant doğrudur. Deməli, orada qızın bəzən mətbəxlə bağlı narahatlıqlarını ifadə edir ki, mətbəx çox balacadır və s. rəngini bəyənmir. Qeyd edir ki, mətbəxin rəngini dəyişə bilərsən. Bu öz yerində və ardınca deyir ki, 4-cü yataq otağını yəni yataq otağı çoxdur deyə dərs otağı kimi, iş otağı kimi istifadə edə bilərsən ki, sən burada rahat konsentrə olub dərs oxuya bilərsən və yaxud da mətbəxə birləşdirə bilərsən. 2 mümkün təklif verdiyinə görə A variantı burada doğru cavab olacaq, çünki bunu dedi. Digər variantlarda, məsələn, burada problemlərin olacağı bedroomla bağlı deyil, mətbəxlə bağlı idi. B variantı yanlışdır. C variantında əvvəl gördüyü evə yox, hal-hazırda gördüyü evi almağa qərar verir. Ona görə C variantı yanlışdır. D variantında twice, bu ümumiyyətlə bu cümlə orada keçmədi. Yəni evi almamışdan əvvəl 2 dəfə fikirləş, 3 dəfə fikirləş, belə bir şey yox idi. D variantı yanlışdır. Y variantında da not olduğuna görə cümləni inkar eləyir. Bu variant yanlışdır.
Keçirik 57-ci suala. 57-ci sualda doğru cavab olacaq Y variantı. Çünki Y variantında deyir ki, Susan is pleased, razı idi, məmnun idi yeni təklif olan evin bathroom-undan. Əsas məsələ deyir, əvvəl baxdığı evdə bathroom-u bəyənməmişdi, amma burada bunu bəyənir deyə cavab olur Y variantı. Keçirik 58-ci suala. Hansı sualın cavabı var mətndə? Dəqiq. A variantında evin dəqiq qiyməti olmadığına görə bu sualın cavabı yoxdur. Amma B variantına baxın, bayaq da bu sözü dedik, bu sualın cavabını verdik. Mətbəxlə bağlı nə təklif edir? Mətbəxin rəngini dəyişməyi təklif edir ki, əgər sən onu bəyənmirsənsə, rəngini dəyişə bilərsən. Deməli, doğru cavab olacaq B variantı. Digərlərində nə dəqiq vaxt, nə yer, nə də qiymət barədə məlumat yox idi. Keçirik 59-cu suala. Yeni təklif olunan evin bağı ilə bağlı hansı fikir doğrudur? Doğru fikri tapırıq. Deməli, burada bitkilər və s. var idi, amma egzotik bitkilər, nadir bitkilər sözü demir deyə C variantı yanlışdır. Burada bağda çoxlu ağaclar var və o yayda buranı daha gözəl göstərəcək deyir oğlan və burada cavab olacaq Y variantı. Böyük deyil deyə, yəni kiçik idi. B variantını buradan çıxırıq. Yenidən dekorasiya eləmək, yəni heç kəsin məsuliyyəti deyil. Bu variantda yoxdur. Onda ilə qalır cavabımız Y variantı. Baxırıq sonuncu suala. Susan qərar verir yeni evi almağa. Bəzən burada tələbələr qarışdırırlar. Bu sualda çox adam Y variantı yazır. Y variantı onun büdcəsindən 10.000 aşağı yox, lower yox. Daha çox idi. Yəni match olmalıydı. Ondan daha çoxdur. Büdcəsindən 10.000 bahadır. Burada isə aşağı olduğunu yazıb. Ona görə bu variant səhvdir. Amma burada doğru cavab olacaq C variantı. Deyir ki, onun avantajları dezavantajlarından daha çox idi. Yəni burada üstünlükləri çoxdur deyə bu evi almağa qərar verir. Belə, gördüyünüz kimi, yəni sualları listening işləmək o qədər də çətin deyil. Sadəcə suallara diqqətlə baxmaq lazımdır. Ümumiyyətlə listening vaxtı gərək həyəcanlanmayasınız. Yəni öz daxili sakitliyinizi qoruyasınız ki, eşitdiyinizi başa düşəsiniz. İmtahan başlayarkən, listening başlayır deyə hər kəs həyəcanlı olur və hər kəs elə fikirləşir ki, mən eşitməyəcəm, başa düşməyəcəm, yaza bilməyəcəm. Əvvəlcə bu fikirlərdən uzaq olsaq və diqqətlə suallara baxsaq, asan suallara bir, çətin suallara bir və diqqətlə həmin hissələri tərcümə eləyib 2 dəfə, yəni az bir müddət deyil, 2 dəfə qulaq asmaqla ən azından 3 sual, 4 sual yazmaq olar. Belə, hələ ki bu qədər bugünlük. Dimin bu magistr toplusundan yenə sizlə paylaşacağım Telegram kanalımda. Oradan yükləyə bilərsiniz və digər 30 mətin var burada, hansı ki imtahan xarakterli 30 listening var. Həmin o listeningləri də işləyə bilərsiniz ki, imtahanda da çətinlik səviyyəsi demək olar ki, eyni olur, bu səviyyədə olur. Gördüyünüz kimi bu özü də 2024-cü ilin qəbul listeningidir. Yəni çətin bir şey yoxdur. Siz də imtahana qədər hər gün oradan bir listening işləsəz, öz dinləmə qabiliyyətinizi inkişaf elətdirə bilərsiniz. Nəsə sualınız olsa, başa düşmədiyiniz bir hissə olsa, rəylərdə yaza bilərsiniz. Bugünlük bu qədər. Görüşərik növbəti videolarda. Sağ olun.